Herkese salam, mən Nuray Mustafayeva. Yeni videoma xoş gəlmisiniz. Gəlin ilk öncə yeni gələnlərə özüm haqqında məlumat vereyim. Adım Nuraydır. Bu il 9-cu sinif buraxılış imtahanında 287.2 bal toplamışam. Bundan əlavə 3-cü qrup hazırlaşıram. Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Və 9-cu sinif buraxılış imtahanı tövsiyələrim haqqında daha ətraflı məlumat əldə etmək üçün əvvəlki videomu keçid edə bilərsiniz. Bugünkü videomuzun mövzusu isə sadəcə 9-cu siniflərə yox, bütün imtahanlara hazırlaşanlara aiddir. Hansı ki bugün imtahanlara hazırlaşanların etdiyi 5 böyük səhv haqqında danışacağım. İstərdim ki bu 5 səhvə diqqətlə qulaq asaq. Çünki bu siyahını həqiqətən də uzatdıqca uzatmaq olar. Ancaq bu 5 səhvi istədim ki konkretləşdirib bir siyahıya salım və birincidən başlayaq. Məqsədsiz şəkildə imtahana hazırlaşmaq. Bu bir çox imtahana hazırlaşanın etdiyi ən böyük səhvdir. İstədim ki bu səhvi birinci sıraya salım. İlk öncə onu deyim ki, siz məqsədinizi konkret şəkildə müəyyən etməlisiniz. Yəni ki düzdür, hər kəs yüksək nəticə əldə etmək istəyir və hər kəs qarşısına bir məqsədi qoyur ki, mən yüksək nəticə əldə etmək istəyirəm və bu yüksək nəticə hər kəsə görə fərqlidir. Məsələn, 300 üzərində biri üçün 200 ola bilər, biri üçün 250 plus ola bilər və s. Yəni hər kəs üçün fərqlidir. Müəyyən məqsəd seçin ki, məsələn mən 9-cu sinif buraxılış imtahanına hazırlaşanda qarşıma 290 bal məqsəd qoymuşdum və 287.2 bal topladım. Və bir də planınız olsun. Plan dedikdə mən burada konkret plan demirəm. Plan qurulmağında çox abituriyent, çox tələbə səhv eləyir, hansı ki müəyyən saatlara sığışdırmaq istəyir. Məsələn, 7-dən 8-ə kimi, səhər 7-dən 8-ə kimi kimya oxuyacam. Ancaq bu mümkün olmur. Yəni bir çox işlərimiz, nə bilim, bəzən gec uyana bilirik, bəzən oyana bilmirik heç. Yəni ona görə də planlaşdırmanı da müəyyən saatları salmaq olmaz. Məsələn, bugün hansı mövzular üzərində işləyəcəm? Yəni müəyyən saatlar üzərinə plan qurmayın ki, məsələn 7-dən 9-a kimi bu dərs oxuyacam, yaxud 8-dən 10-a kimi bu dərs oxuyacam. Yəni çox vaxt problemlərlə qarşılaşırıq və vaxtı müəyyən etmək olmur. İkinci səhvimiz. Çox şagird, çox abituriyent görürük ki, gündə saatlarca dərs oxuyur, hansı ki ancaq sınaqlar, testlər üzərində işləmir. Bu da çox edilən səhvdir və hansı ki bizim inkişafımıza mane olur. Bəzən elə düşünürük ki, sadəcə oxumaqla yüksək nəticə əldə edə bilərik. Məsələn, bu istəyir ədəbiyyat olsun, istəyir tarix olsun, istəyir biologiya və s. Yəni fərqi yoxdur. Düzdür, oxumağın yeri böyükdür, yəni oxumağın payı böyükdür bizim imtahanda yüksək nəticə əldə etməyimizə. Amma əgər siz bir mövzunu sadəcə oxuyub imtahanı geçsəniz, o mövzudan böyük ehtimal, yəni yaxşı yaza bilməyəcəksiniz. Çünki biz nə qədər ki sınaqlar, testlər üzərində işləsək, sadəcə ev tapşırıqları, yəni hazırlığa gedənlər ən çox ev tapşırıqlarına diqqət edirlər ki, müəllim evə nə verdisə, onu edim, yaxud da sinifdə, məktəbdə də bu olur. Müəllim evə nə verdisə, yaxud da hazırlığa gedərkən ev tapşırıqlarına verilibsə, sadəcə onlar üzərində işləməyək, sadəcə dərsi oxumaqla kifayətlənməyək, öz üzərimizdə də çalışaq. Öz üzərimizdə çalışmağımıza çatan həqiqətən heç bir şey yoxdur. Özümüzə nə qədər vaxt ayırsaq, bir o qədər inkişaf edəcəyik. Yəni buna mən sınaqları işləməyi, öz üzərimizdə testlər işləməyi aid edirəm, hansı ki sadəcə oxumaqla yüksək nəticə əldə etmək mümkün deyil. Əsasən də mən son aylar son imtahana 3 ay qalanda mən artıq daha rejimli şəkildə, daha planlı şəkildə bir çox sınaqlar işlədim, əsasən də riyaziyyatdan işlədim. Yəni mənim sizə tövsiyəm odur ki, ən çox zəif olduğunuz nöqtəyə fokuslanın. Yəni mən bu mövzunu sevirəm, mən bu fənni sevirəm, ən çox buna vaxt ayırım deyə bir şey etməyin. Yəni bu imtahan nəticənizin aşağı düşməsinə səbəb olacaq. Buna görə də ən çox zəif olduğunuz nöqtələrə fokuslanın. Yəni mən ən çox riyaziyyat üzərində işləyirdim, riyaziyyat üzərində bir çox sınaqlar işlədim və məndə də öz nəticəsini göstərdi. Hansı ki riyaziyyatdan 93.1 bal əldə etdim. Çalışın ki, ən çox zəif olduğunuz nöqtə üzərində işləyin. Keçək 3-cü səhvimizə. Bunun haqqında məlumat verdim, ancaq gəlin biraz daha bu məsələni açaq. Yəni zəif nöqtələr haqqında dedim.
Bəli, zəif nöqtələr, zəif fənlər, zəif mövzular üzərində işləməyimiz bizi hər daim öndə edəcək. Hər daim çalışın ki, zəif nöqtələriniz üzərində çalışın. Və bir də sınaqlarda edilən səhvlər. Hansı ki, bütün imtahana hazırlaşanlar bəzən tənbəllik eləyir bu səhvlərini araşdırmağa. Amma əsasən, yəni mən daha çox dediyim kimi, mən imtahana 3 ay qalmış. Ən rejimli həmin o 3 ayı üzərimdə daha çox işlədim. Daha çox özümdə inkişaf hiss elədim. Çünki daha planlı şəkildə işləyirdim öz üzərimdə. Səhvləriniz üzərində işləməsəniz əgər qabağa gedə bilməyəcəksiniz. Mən riyaziyyatdan bol-bol sınaq işləyirdim. Əvvəlki illər düşmüş suallar üzərində işləyirdim və səhvlərimə baxırdım. Mənim etdiyim bir səhv var idi. Hansı ki, əvvəlki il buraxılış suallarına təkrar düşürdü. Mən o səhv üzərində o qədər öyrəndim ki, o suala aid nümunələr o qədər işlədim ki, yəni həqiqətən düzəltdim və imtahana da açıq sual kimi həmin o sual düşdü. Biraz daha düşüncə tələb edən forması düşdü. Yəni əmin idim ki, o mövzu düşdü. Yəni ona görə də səhviniz üzərində işləyin. Bəlkə də o səhvi təkrarən qabağınıza çıxmaya bilər sınaqlarda. Amma imtahanda gəlib qarşınıza çıxa bilər. Ona görə də bu gün etdiyiniz səhv üzərində işləməməyiniz, səhvinizi başa düşməməyiniz, yəni imtahanda həmin sualı yenidən səhv eləməyinizə, başa düşməməyinizə, hətta açıq sual kimi düşsə, daha çox bal itirməyinizə yol aça bilər. Ona görə də səhvlərinizə qarşı, zəif nöqtələrinizə qarşı diqqətli olun. 4-cü səhvimiz. İmtahana az qalmış, yəni 10 gün qalmış, 1 həftə qalmış, yaxud 1 ay qalmış. Artıq biz öyrənmədiyimiz mövzuları toplayırıq, son vaxta saxlayırıq, hamısını da bir yerdə öyrənməyə çalışırıq. Mən sizə bunu əsla tövsiyə eləmirəm. Çünki insana onsuz ki, son aylar, hətta son həftələr çox yüklənmə gəlir. İnsan çox stresli, heyecanlı olur və bundan əlavə də siz yeni mövzular öyrənməyə çalışırsınız və öyrənə bilməyəcəksiniz. Yəni ona görə də stressdən uzaq durmağınızı tövsiyə edirəm. Yəni niyə də ki, son həftələrə, son günlərə saxlayasınız, yəni mövzuları niyə bir yerə yığasınız? Yəni mən ona görə sizə bunu tövsiyə edirəm ki, planlı şəkildə hazırlaşın. Digər səhvimiz. Gəlin bunun haqqında ətraflı danışaq biraz da. Onu deyim ki, çox şagird eşitmişəm, çox abituriyent eşitmişəm. Belə deyirlər ki, filan kəs gündə saatlarla dərs oxuyur, gecə saatlarla dərs oxuyur, gecə yatmır. Yəni bu kimi söhbətlər çox olur ətrafımızda. Çox adamdan eşidirik, hətta bəzən özümüzdə deyirik, özümüz fikirləşirik. Bu əsla o demək deyil ki, siz ondan geridəsiniz. Yəni kimdənsə geri qalmaq, kimdənsə qabaqda olmaq sizi bir şey qazandırmır ya da bir şey itirmirsiniz. Əsla özünüzü başqaları ilə müqayisə etməyin. Hər kəs öz zamanını yaşayır, öz vaxtını yaşayır. Və mən məsələn kimsə gecə oxuyanda mən səhər oxumağı bacarırdım. Səhər tez dururdum, 4-də dururdum, 5-də dururdum və həmin vaxtdan 7-yə, 8-ə kimi də dərsimi hazırlayırdım. Yəni ona görə də özünüzü başqaları ilə əsla müqayisə eləməyin. Kimsə gecə oxudu, siz səhər oxuyun. Onun hədəfi başqa ola bilər, bizim hədəfimiz başqa ola bilər. Əsas özünüzlə müqayisə edin. Dünənki vəziyyətinizlə bugünü müqayisə edin. Yəni siz əgər özünüzü 1% belə yüksəlmə müşahidə edirsinizsə, onda artıq özünüzlə qürur duyun. Özünüzü kiçik hədiyyələrlə mükafatlandırın. Yəni həqiqətən özünüzlə qürur duymağın da ayrı bir gözəlliyi var. Onu da deyim ki, gecə dərs oxumaq, yaxud da səhər tez durub oxumaq, yəni əsas bunlar deyil. Yəni nə qədər yuxu rejiminizə əməl etsəz, bir o qədər yaxşıdır. Hər kəsin öyrənmə vaxtı müxtəlifdir. Məsələn, biri bir dərsi 1 saat oxuduğu halda, digəri 3-4 saat oxuya bilər. Bu 5 böyük səhv haqqında sizə ətraflı şəkildə məlumat verdim. Kanalıma abunə olub, videomu bəyənib, dəstək olmağı unutmayın. Sağ olun.